görürük. Hansı ki, indi ekranda gördüyünüz dərsdən düz ən axırıncı dərsə qədər müəllimlər bizdən 9 ildə sual düşür. Yəni nəzəriyyələr bölməsindən bağlı MİQA 9-un da sual, sertifikasiya bölməsindən bağlı isə müəllimlər 5 ildə sual, 4 ildə sual düşür. Və MİQA düşən 9 sualın hardasa bir 5 dənəsi effektiv müəllim-şagird və valideyn münasibəti dərsinə aiddir ki, bizim çoxları gedib imtahandan çıxıb deyir ki, ay Allah, elə mövzu var idi ki, o mövzu kitabda yoxdur. Elə mövzu var ki, o mövzu kitabda yoxdur dedikləri mövzudan mən başlamaq istəyirəm və müəllimlər, həmin mövzuda bizim effektiv müəllim və şagird valideyn münasibətinə aid olan dərslərimizdəndir. Mən indi sizə o mövzu ilə bağlı qısa formatda bir izah verəcəm. Yəni hərəsinin üstündə bir 5 dəqiqə dayanacağam ki, ən azından sizin həmin mövzular haqqında məlumatınız olsun. Yenə deyirəm, bütün situasiyaya aid olan suallarımız çoxları deyir ki, elə sual düşür ki, həmin sual taimdə yoxdur. Müəllimlər, o sual məhz effektiv müəllim və şagird münasibətinə aiddir. İndi siz mənə bildirin görüm, ekranı tam normal görürsünüzmü? Səsim normal gəlirsə sizə müəllimlər, gəlin başlayaq. Yenə deyirəm, mütləq salam. Yəni yenə deyirəm, mütləq düşmə ehtimalı olan suallarımızdan başlayırıq. Demək müəllimlər, effektiv müəllim-şagird və valideyn münasibəti bizdə müəllim-şagird və valideyn arasında olan münasibətləri tənzimləmək üçündür. İlk öncə hər bir müəllimə bilirsiniz ki, situasiyaya uyğun sualımız düşür. Məsəl üçün, keçən ay sınaqda var idi. Valideyn övladını dərsdən götürməyə mütəmadi olaraq gecikir. Müəllim də dayanıb valideyni gözləyir. Valideyn artıq bundan yorulur. Müəllim neynəsin? Yəni müəllimlər nəyə aiddir bizdə? Özünüz görürsünüz. Müəllim, valideyn və şagird üçbucağına aiddir. Müəllimlər valideyn, kurikulumda əsas nüansda qalan müəllim, şagird və valideyndir. İndi gəlin baxaq. Bizdə belə bir nüans var ki, deyir müəllim, ilk öncə müəllim və şagird ünsiyyətinə baxırıq. Deyir ki, müəllimin şagirdlə effektiv ünsiyyətinin qurulması üçün iki cür deyir müəllimin üslubu var. Bunun birincisi demokratik üslubdur, ikincisi avtoritar üslubdur. Elə bir MİQ ilimiz, elə bir sertifikasiya imtahanı ilimiz olmayıb ki, orada bununla bağlı sual olmasın. Yəni situasiyaya uyğun bununla bağlı sual düşüb və yaxud da doğru yanlış istiqamətində bununla bağlı sual verilir. Müəllimlər, iki cür müəllim tipi var. Var avtoritar müəllim, var demokratik müəllim. Avtoritar müəllim kimdir? Avtoritar müəllim budur ki, bu müəllim deyir ki, hər şey mən deyən kimi olmalıdır. Mən sinifin ağasıyam. Şagird müəllim qulumdur. Nə deyir avtoritar müəllim? Əsas mənəm. Şagirdlər sanki quldur. Şagirdlər sanki bir kölədir. Şagirdlərin fikri lazım deyil. Mən dərsi mənə hansı cür rahatdırsa, hansı üsul rahatdırsa, o cür keçirəm. Şagirdlər mənim səhvimi tuta bilməz. Şagirdlərə fikir haqqı vermək olmaz. Şagirdlər kimdir ki, sinifdə söz haqqına sahib olsunlar. Müəllimlər, bu bizdə avtoritar müəllimdir. Bu müəllim öz haqqından, özünün böyüklüyündən sui-istifadə edir. Bu kim olur? Avtoritar müəllim. Mən birinci sizə mənfi nüans demək istəyirəm. Bu avtoritar müəllim haqqında burada görürsünüzmü? Bir səhifəlik nüans yazılıb. Yəni, buranı da sizin əsas görürsünüz ki, bu müəllim qarşıdakı uşağa hörmət eləmir. Bu müəllim qarşıdakı insanı özündən gücsüz və zəif bilir. Bu müəllim şagirdin söz haqqı vermir. Bu müəllim şagirdin təlimdə danışmasına, fikrini bildirməsinə imkan yaratmır müəllimlər. Bu kimdir bizdə dedik sizdən? Avtoritar müəllimdir. Bir də var müəllimlər bizim burada, demokratik müəllim. Demokratik müəllim isə bilirsiniz ki, bizdə ölkəmizdə seçkilər, prezident seçkisi olsun, hansı seçki olursa olsun, keçilir demokratik yoldan. Demokratik müəllim isə şagirdləri düşünür. Baxın, burada prinsiplər var. Əvvəlki ilin qəbul sualıdır. Hansı prinsiplərə deyir, əsaslanır demokratik müəllim. Demokratik müəllim ki, budur ki, bu müəllim şagirdi arasında fərq qoymur. Şagirdin yaşı müəllimdən qat-qat aşağı olsa da, bu müəllim şagirdin özü qədər sezim haqqına malik olduğunu, dərsin şagirdin marağı üzərində qurulması lazım olduğunu, şagirdin öz iradını bildirməsi lazım olduğunu, şagirdlərin fikirlərinin qəbul edilməsi lazım olduğunu bilir. Demokratik müəllim şagirdə düşünür, şagirdin qərarına, fikrinə, hörmətinə önəm verir, dərsi interaktiv dərsdən keçir, uşaqları cəlb eləməkdən başlayır, uşağın marağını nəzərə alır, şagirdə söz haqqı verir, şagirdlərin nəyi istəyib istəmədiyini əvvəlcədən müəyyənləşdirir. Bu demokratik müəllim oldu. Avtoritar müəllim isə dedik ki, hansı müəllim oldu? Bunların heç birindən yol verməyən müəllimdir. Demokratik müəllim humanist olur. Yəni şagirdlərə qarşı onları anlayır. Özünü onların yerinə qoyur. Bu müəllim şagirdlərə bir xeyirxah yanaşır ki, bunlar da fərqli, bunlar da insandır. Demokratik müəllim həssaslığı gözləyir, həssaslıq. İndi mənə qulaq asın.
Həssaslıq bizim rəy dərsində də var. Bunu çoxu qarışdırır. Həssaslıq budur ki, şagirdi alçatmayasan. Şagirdi acılamayasan. Şagirdə travma verəcək bir sözə yol verməyəsən. Həssaslıq budur. Məsələn, bu günlərim tutaq ki, öz dərsimizdən deyirik. Müəllim var, kurikuluma qoşulur. Mən onu götürə bilməyəcəyimi bəlkə də 100 müəllimə deyirəm, düzdürmü? Bir var ki, mən o müəllimlərə deyim ki, artıq gecdir. Heç nəyə bacaranmazsan, bu nədir, gec qalmısınız, niyə qoşulmamısınız, niyə qədər? Mən sizi götürmürəm. Bir də var deyəsən ki, müəllimə, mənim hal-hazırda, yəni 0 baz olan müəllimlərlə işləyə bilmirəm və yaxud da ki, mən istəyirəm ki, ən azından bir özünüz az vaxta gedib oxuyasınız. Mən sizə köməkliyim, biraz çətin olar, yəni yerim yoxdur. Yəni günahkarı özüm kimi çıxartmağa çalışıram, düzdürmü? Özümü. O müəllimə bir də var ki, deyəsən ki, gecdir, hardasa siz artıq öyrənə bilməzsiniz, 60 yaşınız var. Artıq ki, insan keçir qapalı düşüncəyə. Səsləri bağlayaq müəllimlər. Bir də var ki, o insanın qəlbinə dəymədən, o insanı incitmədən ona niyə götürmədiyimizi bildiririk. Müəllimlər, həssaslıq budur. İnsanın qəlbinə dəymədən, insanı alçatmadan. Şagirdə rəy verdiyimiz zaman da budur. Bayaq mən YouTube-a sual izahı göndərdim. Orada həssaslıqla bağlı mən uzun danışmışam. Həssaslıq şagirdi pisikdirməmək, şagirdi alçatmamaq, şagirdin psixologiyasını korlamamaqdır. Mən durub bayaq bu günlərim sual vermişəm öz qrupumda. Deyirəm ki, şagird birinci şans imtahanından aşağı bal yığır. Müəllim şagirdə deyir ki, sən artıq universitetə qəbul olmamış sayılırsan. Sən kəsirdin, get yol bir il hazırlaş. Artıq uşaq travma alır, düzdürmü? Bir də var uşağa deyirsən ki, hələ qarşıda bir ayın var. Bir ay əzmlə, iradə ilə çalışsan, niyə də nə isə bacarmayasan ki? Yəni həssaslıq nə oldu həssaslıq? Bayaq kimi uşağa travma vermək, aydındırmı? Demokratik müəllim yəni şagirdə həssas yanaşır. Humanist yanaşır. Uşağı özü ilə bərabər hüquq tutur müəllimlər. Bu idi bizim şagirdə davranış şəklimiz. Sonra var bizim burada müəllimlə valideyn münasibəti. Keçən ilin qəbul sualıdır. Müəllim valideynə zəng eləyir. Valideyn zəngi açmır. Müəllim bu valideynə durub növbətdə və bir də zəng eləmir. Müəllim nəyi pozur? Yadınızda qalsın. Müəllim hər zaman valideyni anlamaqdır. Heç vaxt sualda nə vaxtsa görsəniz ki, müəllim valideynə qarşı aqressivlik göstərir, valideyn onun kimi cavab verir, valideynə zəng vurmur, valideyndən küsür, inciyir, bilin ki, yanlışdır. Bilirsiniz ki, o övladı haqqında məlumat almaq valideynin hüququdur. Baxın, müəllim həmişə valideyni anladığını göstərməlidir. Baxın, sual düşə bilər, ıslahlarla bu sual var idi. Valideyn iclasına gəlmirsə, uşağı ilə maraqlanmırsa, dərsdən götürməyə gecikirsə, övladınla bağlı məlumat almırsa, müəllimin zəngini açmırsa, uşağının tutaq ki, iradını müəllim bildirib valideynə, valideyn buna maraqlanmırsa, əgər demək ki, valideyni biz hər zaman orada haqlı çıxarmalıyıq. Necə yəni haqlı çıxarmalıyıq? Yəni, mən buna izah verim. Yəni, valideyn bunu, belə deyim sizə, öz dilində deyəcəm, valideyn bunu kefindən eləmir. Valideynin hər hansı bir səbəbi var ki, bunu eləyir. Müəllim bu cür düşünməlidir. Yəni, valideyn zəngi açmırmı? Müəllim empatiya qurmalıdır. Müəllim valideyni anladığını göstərməlidir. Bəlkə valideynin işi çoxdur, işi yorğundur, işdən gec gəlir, bəlkə işlə telefona baxa bilmir, bəlkə valideyn xəstədir. Yəni, bunları düşünməlidir və daima təşəbbüslər almalıdır. Və yaxud da valideyn uşağın iclasına gəlmir. Bəlkə valideyn, müəllim ancaq uşağın iclasda səhvini vurğulayıb deyə müəllimdən inciyib. Bəlkə valideynin gəlməyə vaxtı yoxdur. Yəni, biz deməyək ki, məsuliyyətsiz valideyndir. Xeyr, test suallarımızda hər zaman elə bir cavab götürməliyik ki, biz orada o valideynlə müəllim arasında düzgün, mehriban bir ünsiyyət quraq. Yəni, müəllim hər zaman valideynin anladığını göstərməlidir. Yenə deyirəm, sınağın belədir ki, valideyn iclasında iştirak eləmir. Aydındırmı? Müəllim nə edirdi? Hər zaman anladığını göstərirdi. Daima təşəbbüslər alırdı. Valideynin övladı haqqında məlumat almaq, günündə zəng eləmək, soruşmaq onun hüququdur. Müəllim bundan əsla bezməli deyil. Müəllim hər zaman təşəbbüslər almalıdır. Müsahibə sualımızdır və qəbul sualımızdır. Valideyn girir sinifə, müəllimi təhqir edir. Müəllim bu zaman neynəsin? Əsla demirik ki, müəllim baxın, sual düşə bilər. Müəllim valideynlə onun kimi danışır, müəllim valideynin cavabını qaytarır, müəllim valideynə qarşı artıq dözümsüzlük göstərir. Olmaz. Müəllim ilk növbədə müəllimdir. Hər zaman mədəni davranışını göstərməlidir. Müəllim neynəməlidir? Dərs zamanı valideyn gəlib müəllimə pis sözlər deyirsə, diqqətli olmaq lazımdır. Müəllim bu zaman sinifdə
valideyni çölə çıxardır, valideyni sakitləşdirir. Təbii ki, öz dərsini də boş buraxmır və valideynlə, səbirlə, təmkinlə onun səhvini ona izah edir. Təbii ki, deyir, bu təqdirdə valideyn öz səhvini anlayacaq. Amma əsla müəllim valideynlə kobud danışmalı deyil. Müəllimlər, müəllim, şagird, valideyn münasibəti. Situasiyaya uyğun suallarımızın 90% müəllimlər buradan başlayır. Sonra, indi mən sizə bayaq da demişəm, deyirəm ki, 100% düşmə ehtimalı olan suallarımızdan verəcəm. Sonra müəllimlər, yadınızda qalsın, bura heç keçməmişəm, unutmuşam. Valideyn mütəmadi olaraq valideynə zəng eləməlidir. Amma valideyn icrasında olduğu kimi ancaq şagirdin səhvini demək üçün yox. Müəllim valideynə şagirdin yaxşı hallarına bağlı da məlumat verməlidir. Müəllim daima valideynlə bağlı məfliyi qorumalıdır. Sual düşmüşdü sınağımızda. Hansı nüans yanlışdır? Orada belə bir cavab var idi. Şagirdləri müqayisə eləmək üçün ümumi valideyn icrası keçirmək. Valideyn icrasları tədbirdən bağlı, şagirdlərə pozitiv bir nüansdan bağlı ümumi keçirilə bilər. Amma yadınızda qalsın, yeni son 2-3 ilin qaydasına görə valideyn icrasları nə cür olmalıdır? Diqqətli olun. İndi ekrana mən bunu çəkməyə çalışacağam, mənə fikir verin. Demək, nə edirsiniz müəllimlər? Bilirsiniz ki, valideyn icrasları dərs zamanı keçirilmir. Dərs bitdiyi zaman keçirilə bilir. Və nə edirlər müəllimlər? Elə bilin ki, sinif rəhbəri oturur otaqda, əgər bir sinif rəhbəridirsə, oturur otaqda. Valideynlər çöldə növbə ilə gözləyir. Və hər valideyn növbə ilə girir sinif rəhbərinin yanına, o uşağı haqqında məlumatı fərdi formada alır. Mənim uşağım tarixdən 3 alıb, tarixdən zəifdir. Mənim uşağım bugün təcəllik edib, bugün kiməsə qarşı bullying edib. Mənim uşağım bu günlərim kimisə əşyasını götürüb. Uşaq bu günlərim ağlayıb. Bunu niyə başqa bir valideyn eşitməlidir ki? Ona görə deyirik ki, ümumi keçirilən valideyn icrasları ancaq yarışdan, pozitivlikdən, şagirdlər haqqında bir tutaq ki, məktəbli formasından məlumatdan bağlı, dərslikdən məlumatdan bağlı keçirilə bilər. Amma ümumi valideyn icrasları şagirdləri müzakirə eləmək üçün keçirilə bilməz. Mən həmişə dərs zamanı deyirəm, elə öz ailəmi misal çəkirəm ki, necə idi mənim qardaşım məktəb vaxtı, valideyn icrası keçirilirdi, liseydə oxuyurdu. Gedirdim amma başqa salan kimi sinifə, ancaq müəllim onun uşağın mənfiliyindən dəcəldir, bizi incidir, saxlaya bilmirik, axırda başlayırdı, amma indi mükəmməl oxuyur deyə onu saxlayırıq. Anam deyirdi, mən bir də oraya getməyəcəm. Mən utanıram valideynlər içərisində. Yəni, adi mən sizə bir fənn üstü inteqrasiya edirəm də, öz həyatımdan misal çəkirəm. Hələ bu 10 il bundan əvvəl idi, indi həkimdir mənim qardaşım, 10 il bundan qabağı idi, düzdürmü? Yəni, o vaxtı belə idisə, indiki kurikulum dövründə, indiki kimi, belə deyəm, hamının bir öz həyatında ki, məsələn, göstərişlə sunduğu bir dövrdə bir valideyn, başqa valideynin yanında nə üçün utanmalıdır? Yəni, kurikulum bunu deyir, mən bunu demirəm. Ona görə deyir ki, valideyn icrasları müzakirə formatında keçirilməli deyil. Valideyn icrasında valideyn səfəri oturur, hər bir valideyn növbə ilə girir onun yanına və 3 dəqiqə vaxt verilir. 10 uşağı haqqında ona məlumat verilir, valideyn oradan çıxır. Və yaxud da ki, digər fənn müəllimləri nə edə bilər? Hər fənn müəllimi oturur bir sinifdə, yenə valideynlər növbə ilə biri tarixin yanına, biri fiskan yanına, biri kimyanın yanına daxil olur və biri çıxır kimyanın yanından, girir tarixin yanına. Tarixdən çıxan girir kimya müəllimin yanına. Yəni artıq şagirdin mənfisini və müsbətini hamı yanında, valideynlə, bütün valideynlərin yanında bildirmək olmaz. Bütün valideynlərdən biri də bir də deyirəm, pozitiv formada, nə bilim, indi uşaqlar var ki, əziyyət edirlər. Bununla bağlı keçirilə bilər. Tədbirdən bağlı, son zəngdən bağlı keçirilə bilər. Aydındır? Budur bizdə keçirilən valideyn icrası məxfiliyi qorumaq. Sonra valideyni anladığını göstərməlidir. Yəni deyirəm, baxın, bayaq mən sizə bunların hamısını demişəm. İşdən bağlı, gəlməməkdən bağlı, zəng açmamaqdan bağlı. Sonra müəllim israrlı olmalıdır. Bir gün zəng açmadı mı, 5 dəfə zəng eləməlidir. Hətta deyir, yeri gələrsə, valideyn evinə belə getməlidir müəllim. Yetər ki, o uşaq haqqında o məlumat verilsin. Aydındır mı müəllimlər? Bu olur bizim sizdən məktəb valideyn əlaqəsindən bağlı bir 5 dəqiqəlik izah. Ən həssas mövzumuzdur. MİQ-lə bağlı belə 100% deyirəm ki, sualımız var. Sertifikasiya ilə bağlı 140%. Bu il ki, keçən ayın sınağında 3 fəndə bullyingdən bağlı sual var idi, biologiya ilə bağlı var idi. Səhv eləmirəmsə, informatika ilə bağlı var idi. Amma 3 fəndən bağlı yox idi. İndi gəlin baxaq bullying. Müəllimlər, bullyingin konkret bir tərifi yoxdur. Bullying bizdə şagirdi incitməkdir. İndi gəlin baxaq biz sizdən bullyingin növləri nə və sizə bullying şagirdi nə cür incitmək olar? Bununla bağlı deyəcəm.
Müəllimlər, bullyinqin növləri bizdə məqsədli və məqsədsizdir. Məqsədli bullyinq budur ki, qəsdən, bilinçli olaraq bunu edirik. Məqsədsiz bullyinq budur ki, məqsədsiz bullyinq deyir, ən çox olur ibtidai sinif şagirdlər arasında. Məqsədsiz bullyinqdə şagird qəsdən eləmir, bunun fərqində deyil müəllimlər. Aydındır? Bir də var ki, düşünülməmiş bullyinq, müəllimin etdiyi bullyinq. Keçən ilin MİQ sualıdır, şəxsən öz fənnimə düşmüş sualdır. Deyir müəllim şagirdin xətti pisdir deyə şagirdin əlini rezinlə bağlayır ki, barmaqlarını. Qoy uşaq qələmi yaxşı tutsun. Amma uşağın axı barmaqları inciyir. Hansı bullyinq var? Müəllim bunu düşünmədən eləyir. Amma şagirdə tədris bullyinq eləyir. Və yaxud da şagird dərsdən vurma taxti vurma cədvəlini əzbərləyə bilmir deyə müəllim şagirdə lövhəyə çıxardır, şagirdlərin qarşısında niyə vurma cədvəlini əzbərləməmisən deyə danlayır. Baxın, səhvə görə danlamaq başqa bir şeydir. Sırf dərsi görə danlamaq başqa bir şeydir. Artıq müəllim buna nə edir uşağa? Tədris bullyinq edir. Dərsə görə müəllimin şagirdə göstərdiyi şiddət tədris bullyinqidir. Mən demirəm ha, başqa uşağa bullyinq etdiyinə görə. Dərsə görə müəllimlər. Sonra bizdə bullyinqin burada çoxunun qarşıladığı nüansını deyəcəm mən sizə. Fiziki və qeyri-fiziki bullyinq. Fiziki və qeyri-fiziki bullyinq. Müəllimlər, fiziki bullyinq burada, qulaq asın. Fiziki bullyinq burada birincisi vurmaqdır. Şiddət var. Yəni şiddətdən, əldən, nə bilim yumruqdan, təpikdən, yəni anladığınız, bildiyiniz şişasını yonmaqdan, çiyninə möhkəmdən vurmaqdan. Aydındırmı? Bu bizim nəyimizdir? Fiziki bullyingdir. Toxunmaq var. İkinci fiziki bullyinqi deyirəm. Şagirdin məktəbin pəncərəsini sındırması, qapıya təpik vurması, divara təpik vurması, şagirdin gündəliyini cırması, kitabını cırması. Artıq bunlar hamısı təmas var deyə fiziki bullyingdir. Bir şagirdin digərinin çantasını götürməsi, sumkasından kitabını götürüb cırması, təmas var, fiziki bullyingdir. Yəni, və yaxud da şagirdin ağacın budağını qırması, fiziki bullyingdir. Toxunmaq var, qırmaq var, sındırmaq var. Aydındırmı? Çoxu bəlkə də heç bu nüansları bilmirdi. Fiziki bullyingdir müəllimlər. Nə oldu? Toxunmaq, cırmaq, qapını qırmaq, pəncərəni qırmaq, qapıya təpik və bir də şagirdlərin bir-birini vurması. Şagirdin birinin sumkasından kitabını götürməsi. Fiziki bullyingdir. Müəllimlər, var bizim qeyri-fiziki bullyingimiz. Qeyri-fiziki bullying, qulaq asın, fiziki bullyingi qayıdıb sual cavab eləyəcəm. Bullyingi bitirirəm, qayıdıb sizə şifahi suallar verəcəm müəllimlər. Eləmə situasiya üzərində. Yenə deyirəm, bugünkü məqsədim bullyingdə ən çox düşən sual, bullying, effektiv müəllim, operant şərtlənmə, bir də sosial, emosional öyrənmə, bir də yeni bir mövzu salınıb, parta düzülüşləri. Məhsullar haqqında məlumat verəcəm. 22:40-a qədər vaxtımız var. Demək müəllimlər, nədə qalmışıq? Qeyri-fiziki bullyingdə. Qeyri-fiziki bullying müəllimlər bizdə bir neçə yerə bölünür. Var verbal, var qeyri-verbal. Yenə keçən ilin qəbul sualını deyirəm. Bu da səhv eləmirəmsə, biologiyadamı, coğrafiyadamı ikisindən birinə düşmüş sualdır. Qulaq asın. Deməli, müəllimlər, verbal bullying sözdəndir. Sözdən. Ki, məsələn, ləqəb qoymuşam. Tutaq ki, John Bull deyirlərmi uşağa bir-birinə? Bax, bu verbal bullyingdir, sözdən. Və yaxud da üzr istəyirəm sözümə görə. Müəyyən bir söyüşlər var da, indi uşaqlar arasında bu absurd bir şey deyil ki, hamımız bilirsiniz ki, söyüş bir şey var, vulqar sözlər var. Uşaqların bir-birinə bunu deməsi. Bax, bu verbal bullyingdir. John Bull sözü, çəyirtkə sözü, qarışqa sözü, dinozavra oxşuyursan sözü, nə bilim, tutaq ki, özür istəyirəm, uzun qulaq sözü. Mənlər bunlar sözdən deyilirsə verbaldır. Bir də ləqəb sözdən deyilməklə yanaşı vərəqə yazılırsa da verbaldır. Keçən ilin qəbul sualıdır. Şagirdin çantasına onun John Bull yazılmış sözünü qoyur dostu, yoldaşı. Burada hansı bullying növü var? Çoxu elə bilir ki, dildən demir, vərəqə yazıb qoyub deyə deyir, ay müəllim, qeyri-verbaldır. Mənsə deyirəm ki, indi gəlin fikir verin ekrana. Mən demirəm, daha doğrusu kitab deyir. Qeyri-verbal, özür istəyirəm, verbal bullyingdə. Baxın, şifahi və ya indi ekranı bilmirəm, görürsünüz yoxsa yox. Ekranı görürsünüz də yəqin ki. Şifahi və ya yazılı formatda təhqir və alçatmaq. Şifahi və ya yazılı formatda, yazılı, gördünüz, böyütdüm. Yazılı formatda, çərçivəyə də alın, baxın. Yazılı formatda, yəni şagirdin ləqəbini yazılı formatda da ona bildirmək. Karikatura çəksəm, bu qeyri-verbaldır. Amma ləqəbini yazıb qoysam, nə olsun ki, dildən demirəm. Amma yazıb qoymuşam, Siçan, John Bull, uzun qulaq, düzdürmü? Ləqəbi yazıb qoymuşam, qeyri-verbaldır. Və yaxud da ki, şəklini çəkirsə amma, üzr istəyirəm, şimdi uşaq yayındır da, getməyim.
Demək dedik ki, yazıb qoydusa verbaldır, amma uzun qulaq şəkli çəkdi, qombul bir insan şəkli çəkdi, şagirdin qulaqları olan birinin şəklini çəkib qoydusa qeyri-verbaldır. Aydındırmı? Sonra qeyri-verbalda jest, dil çıxardır, boynu çıxardır. Bir insana bəzən bugünkü dərsimizin mövzusuydu ki, yəni izah eləmişdim, mən müəllimlərə izah eləmişdim. Bədən kinestetik intellektə aid demişdim. Demişdim ki, tutaq ki, biz sizdən görüş təyin eləmişik. İnşallah imtahandan sonra 90+ ballarla biz görüş təyin edirik. Yəni qəbul olanlara da görüş təyin edirik. Orada tutaq 70'lik görüşə görürsünüz ki, Aytəkin müəllimi əlini qoyub qoynuna, belə oturub başda sizi gözləyir. Deməksizmi ki, və yaxud baxıram belə hamıya üstün aşağı belə qaşlarımı aşağı satıb baxıram. Deməksizmi ki, bu Aytəkin müəllimə nə özündən razıymış. Yəni bir insanın mimikayla, jestdən, əl-qol hərəkətlərindən sizə nə isə göstərməsi artıq siz bunu anlayırsınız da. Heç kim şey deyil ki, hamı bir duruşdan, bir baxışdan, bir mimikayla anlayır ki, o nədir, nə demək istəyirik. Artıq o bizim nəyimiz idi? Demişdik ki, bədən kinestetik intellektə aid idi. Həm də jestdən, tutaq ki, sizə baxıram belə aşağıda, belə aşağılayıcı haldan baxıram. Deməksiniz ki, bu müəllim bizə artıq elə baxdı ki, özü-özümə dedim ki, vursa bundan yaxşıydı. Demirik heç bunu. Elə hal olmur ki, deyirsən ki, mən elə baxdı ki, müəllim, vursa müəllim bundan yaxşıydı. Yəni bir baxışdan, bir jestdən, bir mimikayla, bir üz ifadəsindən, bir hərəkətdən elə bir şey eləyirlər ki, vursa ona yaxşıdır. Bu bizim nəyimizdir müəllimlər? Qeyri-verbal ayətdir. Qeyri-verbal nə oldu? Şəklini çəkib təhqir eləmək, jest, mimika, üz hərəkəti, bundan şagirdə alçatmaq. Oldu qeyri-verbal bullying. Sonra oldu bizim sosial bullyingimiz müəllimlər. Sosial bullying isə bu gün də buna aid sual vermişik. Bu gün də situasiyaya uyğun sual vermişəm qrupda. İşığı söndür. Deyirəm ki, sualım belə idi. Yeni şagird gəlib sinifə. Bu şagird sinifə gəldiyi zaman əvvəlki şagirdlərdən şeydə bir-birini tanıyırlar deyə bu yeni gələn şagirdi qəbul etmək istəmirlər. Ondan oynamırlar, ünsiyyət qurmurlar. Müəllim bununla bağlı neynəsin və bu situasiya ilə bağlı nə demək olar? Bu sualı mən bu gün dərs zamanı verdim. Orada müəllimin biri qayıdıb dedi ki, yəni daha doğrusu düz demişdi yəni. Yəni bir uşaq gedib məktəbə, amma çoxlu ondan oynamır. Onu təşkiləyir. Bu uşaq nəyə məruz qalır? Bir neçə şagird tərəfindən təşkilənirsə uşaq, bu bizim sosial bullyingimizdir. Və yaxud da Türk kanallarında görürsünüz. Universitetlərdə, məktəblərdə varlı bir təbəqə, kasıb bir təbəqəni öz ayaqlarına almış. Və yaxud da məktəbdə bəzən görürsən ki, qızlar arasında bir neçə qrup birləşir, bir 5 qız. Bir qızı təkləyir, onu yanlarına qoymur. Bu bizim nəyimizdir müəllimlər? Bir neçə uşaq tərəfindən bir nəfərin təklənməsi sosial bullying oldu. Aydındır, bu bullyingimiz də məncə sizə aydın oldu. Sonra var bizim müəllimlər burada vasitəli və vasitəsiz bullying. Vasitəli bullying budur ki, vasitəli bullying. Yenə deyirəm, bunu biz yenə görmüşük, Türk kanallarında görmüşük. Bir qrup birləşir. Orada bir, yəni məncə çox sevinirəm ki, ölkəmizdə məncə belə hallar yoxdur deyə düşünürəm. Kəşki də olmasın. Ona görə ölkəmiz adından demək istəmirəm. Bunu elə film adından deyirəm. Çünki olması məncə çox belə deyim də məyus olunmuş bir haldır belə bir şey varsa ölkəmizdə. Demək, tutaq ki, qruqdur, bir 5 nəfər uşaq var. Bunların biri başqa bir uşağı göndərir ki, get filan kəsin sumkasından kitabını götür, get filan kəsin saçını yon, get onu nə bilim vur. Artıq özü eləyə bilmir bunu. Bir ağa kimi gedir başqa birinə bunu elətdirirsə, bu hansı bullyingdir? Özü eləməyə qorxur, başqası vasitəsilə bunu eləyir. Üçüncü bir şəxs var müəllimlər. Bu bizim nəyimizə aiddir? Vasitəli bullyingə aiddir. Vasitəli, posqusu deyirəm həmişə mən buna. Özü eləmir, başqa birinə bunu elətdirir. Vasitəli bullyingə aiddir. Vasitəsiz isə elə özün kimsə şimdi göstərirsən. Bu isə biz olur vasitəsiz bullying. Sonra müəllimlər, bununla bağlı da sınağımızda sual var idi. Bilmirəm, bu ilin artisi idimi, əvvəlki ilin artisi idimi saydı. Qulaq. Bir də mənlər, bu keçən ilin bir neçə fənnin həm də ilk sualıdır. Baxın. Sosial şəbəkə üzərindən olunan bullying. Məsəl üçün, çox elə bilir ki, artıq kimisi şəklini paylaşıb təqdir eləməyə aid. Budur. Bir şəxsin şəklini montaj edirlər, formada paylaşırlar. İkincisi, şəklinin altından mənfi rəylər yazmaq. Üçüncüsü, sənin Instagram səhifən var, sənin YouTube səhifən var. Bunun bullyingə aiddir. Aydındır. Kiberbullying nə oldu? Şəkilləri montaj edib paylaşmaq, şəklin altından mənfi rəylər. Bir də müəllimlər oldu kiberbullyingin forması. Məsələn, mənim YouTube'um var, Instagram'ım var. Kimlərsə bunu qəsdən bağlatdırmaq istəyir. Neyindir artmaya taxtı? Geçən qəbul sualıdır. Şagirdin deyir, oyun səhifəsi var YouTube'da. Ya təsdiqdir burada, oyunları paylaşırdı. Dost tərəfindən birləşdirilir və xatırlı bu səhifəsi bağlatdırılır. Burada hansı bullying növü var? Hansı bullying oldu? Dedik ki, oldu biz deməliyik.
Kiberbullying. Aydındırmı? Nə oldu? İnternet şəbəkəsi üzərindən. Son müəllimlər. Məsələn, belə bir sual verirəm sizə, belə bir söz deyirəm. Bullyingin növlərindən bax nəyimiz? Tədris bullyingi dedik, verbal qeyri-verbal dedik, fiziki və qeyri-fiziki dedik. Sonra deməli vasitəli və vasitəsiz dedik. Kiberbullyingi bunu da bildirdim. Belə. İndi müəllimlər, bizdə yenə deyirəm, bu nüansımızda ən çox suallardan bağlıdır. Müəllimlər, bunu da deyirəm. Bir dənə sözümdə problem var müəllimlər. Link atsa yenisini göndərəcəm. Çünki bu gün çox dərs keçmişəm. Ola bilər sözümüm yüklənib, ondan nəsə yeniləmək lazımdır. Silinsə linkim yenidən göndərəcəm. Demək müəllimlər, bura qədər biz bullyingin növlərini öyrəndik. Ya da istəyirsə gəlin bir sual cavab eləyək bura qədər. Həm bullyingdən, həm müəllim-şagird münasibətindən bağlı, ondan sonra deyək. Bir də buradan mənə aşağıda suallar gəlib. Görək müəllimlərimiz nəyi bildirirlər? Mən dərsimi oxuyuram, mama. Deməli, əlini incitmədilər. Sualları tam yazmamısınız. Əlini incidir yazıb bir dənə müəllim. Sualı anlamıram. Mesaj yazmaq. Müəllimlər, mesaj yazmaq bizim. Baxın, əgər tanımadığımız bir şəxs isə bizə təhqir mesajları, bizə şantaj mesajları, səni belə deyim də öldürəcəm falan bu tip yazırsa müəllimlər mesajlar. Bu bizim olur deməli kiberbullyingimiz. Tanımadığımız bir şəxsi də bilmirik. Sosial şəbəkə tərəfindən baş vermiş bu bullyingdir. Bunu biz əslində kiber kimi götürə bilərik. Amma tanıdığımız bir şəxs isə bizə ham məktub yazdı, hamı da yəni o tanıdığımız şəxs tutaq ki, başqa bir adla, tanımadığım bir nömrə ilə mənə bunu yazırsa, artıq o mənə bunu kiberbullying edir. Tanımadığım şəxs isə. Amma tanıdığım şəxsdir, mənə tutaq ki, mesaj yazır, tutaq ki, yazıb göndərir ki, John Bull. Artıq mənim ləqəbimi mənə yazıb göndərdi. Neyləmiş olur elə mənə bunu? Verbal bullying eləmiş olur. Bir də var ki, mənə şəklimi çəkib göndərir. Mənə şəklimi mənə montaj edib göndərir. Bu olur bizdə yenə kiberbullying. Yəni sözlə yazmaqdırsa müəllimlər əslində sözlə təhqir edirsə, bu verbal sözlə yazıb ki, hə eybəcərsən, çirkinsən, nəyə oxşuyursan, uzun qulağa oxşuyursan. Artıq bu sözlə bayaq demişdik də, verbal sözdən demiş, amma yazmışdı. Bu verbal idi. Tanıdığımız şəxs isə, amma tanımadığımız şəxsdən müəllimlər, tanımadığımız şəxs tərəfindən tutaq ki, səhifəmiz bloklatdırılır. Tanımadığımız şəxs tərəfindən tutaq ki, bizə qeyri-etik ifadələr işlədilir. Artıq müəllimlər, bu bizə deməli, kiberbullyinqə bəli misal ola bilər. Deməli, müəllimlər, vasitəsiz cümlənin içərisində bir bullying növü olmur. Bir neçə bullying növü ola bilər. İndi mən elə sual verirəm ki, içərisində 5 dənə bullying növü var. Belə. İndi müəllimlər, gəlin mən sizə vaxtımız azdır deyə, bullyingin qarşısının alınması yollarında deyəm müəllimlər. Bunun qarşılanması deməli, müəllimlər xeyr dedi ki, tədris bullyingi sayılır. Tədris və fiziki bullying. Şagirdin müəllim dərsə görə əlini. Baxın, müəllim burada bunu qəsd eləməmişdi axı. Müəllim bir var ki, uşağın qəsdi qərəzliyi var deyə bağlayır. Xeyr, odursa artıq bu fizikidir. Burada müəllim şagirdin əlini bağlayır çünki şagird dərsi yaxşı yazsın deyə. Burada həm tədris bullyingi var, bayaq müəllimə bildirdim. Həm də ki, fiziki bullying var. Yəni, o demək deyil ki, bir bullying olsun. Bir cümlənin içərisində bir neçə bullying növü ola bilər. Sadəcə mən sizə tədrisdən başlamışdım deyə, dedim tədris, dağınla vasitəli, hissə gəlirdik də müəllimlər. Demək, sonra müəllimlər, bullyingin qarşısının alınması yollarından bağlı. Hər il demək olar ki, müəllimlər, bununla bağlı sual görürük. Hər il. Situasiyaya yoğun ən çox şanslarımızdandır. Bullyingin qarşısını müəllimlər biz ilk öncə şagirdlərimizdə empatiya qurmağı onlara aşıyaraq gedə bilərik. Bu da ailədən başlayır. Nəinki müəllim, biz valideynlər də övladımıza, adi nəinki bir insana, uşağımıza deyək ki, bu günlərim get itər, pişirsən təpik vur, onu qavala, qarışqanı öldür. Artıq bunu kiçik yaşında itər pişik elən uşaq 10 ildən sonra məktəbdə yeyəcək, düzdürmü? Ona görə biz elə evdə şagird uşaqlarımıza, övladlarımıza empatiya aşılamalıyıq ki, istər insan, istər heyvan, istər əşya, canlı cansız hər şeydən bağlı. Yəni, hər bir şeyin ruhu var. Hər bir şeyin canı var. Yəni, onu incitmək olmaz. Yəni, şagirdlərdə bullyingin qarşısının alınması yollarından birincisi müəllimin şagirdlərə empatiyanı aşılamağıdır. Empatiya bizdə budur ki, insanın özünün kimisə yerinə qoyması. İnsanın özünü nəyinsə bir yerində, kimisə yerində hiss eləməsi. Birincisi empatiyadır.
İkincisi, şagirdlərimizə sosial emosional öyrənməni, mənəvi inkişaf aşılamaqdır. Sosial emosional öyrənmə bizdə budur ki, şagirdin insan özünü dərk eləməsi, özünü anlaması, motivasiya qurması, başqa insanlarla ünsiyyət qurması. Buna eləməliyik. Sonra müəllim özü uşağa nümunə olmalıdır. Valideyn özü uşağa nümunə olmalıdır. Psixoloq mütəmadi olaraq bununla bağlı şagirdlərə təlimatlar keçməlidir. Hətta bir sual var idi. Deyir ki, psixoloq deyir şagirdlərə bullyinglə bağlı nüansı deyəndə, nədən danışmalıdır? Birinci, məktəbdə olmuş bullyingi nümunə kimi göstərməlidirmi? Belə bir sual var idi. Bilmirəm, o ardının sınağı idimi, nəyin sınağı idimi? Yadınızda qalsın. Bullyinglə bağlı sual deyəndə, baxın, belə bir şey var ki, deyir insana nəyi deyir, eləmə deyirsənsə, birinci o nə deyir? Yəni, biz uşağa bullyingi misal şəklində deyək ki, bax, o günlərin bir sinifdə o bir uşaq birinin saçını yonmuşdu, bu bullying idi. Bizim bunu deməyimiz, başqa bir insanın bullyingə məruz qalmağını, hamının içində uşaqlara nümunə kimi göstərməyimiz, gizliliyi qorumaqdır. Ona görə müəllimlər qarşısının alınması yollarında. Yəni, bullyingin qarşısının alınmasında dedik ki, valideynlə əməkdaşlıqdır, uşağa empatiyanı aşılamaqdır, şagirdlərə deməli dedik ki, empatiya qurmaqdır, müəllimin və valideynin rol model nümunə olması idi, düzdürmü? Uşağa bir də mənəviyyatı, mənəvi dəyərləri, başqa bir insan hisslərini aşılamaq idi. Bir də müəllimlər var, bullyingin müəyyən edilməsi. Bunlar aiddə, yəni hər fəndən sual düşəndə bullyinqə. Eləsi fəndən var ki, fiziki bullyinqə aid sual düşür. Eləsi var ki, qarşısının alınmasına aid düşür. Elə fən var ki, müəyyən edilməsinə aid düşür. Amma bullyingdən bağlı mütləq sual düşür də. Ona görə mən sizə bu bölməkdən bağlı başlamışam bugün. Müəllimlər bullyingin qarşısının, bullyingin tapılması yollarından bağlı isə deyir ki, adınızda qalsın. Müsahibə sualımızda. Sinifdə sağlam mühit nədir? Sağlam mühit bizdə budur ki, kurikulumda. Şagirdin özünü qorxmadan ifadə eləməsi. Şagirdin özünü qorxmadan fikrini bildirməsi. Yəni deyir, bullyingin hallarının tapılmasında birinci şərt budur ki, sinifdə sağlam bir mühit olarsa, o şagird bullyingə məruz qaldığını gedib deyir, müəllimə bildirəcək. Ona görə deyir, birinci bullyingin müəyyən edilməsində yol budur ki, sağlam bir mühitin qurulması. İkinci, bullyingin müəyyən edilməsindən bağlı müəllim valideynlə daima yaxşı ünsiyyətdə olmalıdır ki, o uşaq evə yorğunmu gəlib, evə ağlayaraqmı gəlib, bəlkə evdə gedib uşaq valideynə bir şey deyir, müəllimə demir. Artıq bullyingin tapılmasının yollarından biri valideynlə əməkdaşlıqdır. Bullyingin tapılmasının yollarından biri məktəb psixoloqlarının və digər müəllimlərin əməkdaşlığıdır. Bullyingin tapılmasının yollarından biri şagirdlərin şəxsi portfolyoların yaradılmasıdır. Bullyingin tapılmasının yollarından biri esse yazdırmaqdır. Uşaqlara esse qoyduqdaq ki, bullying haqqında uşaq artıq orada inşa yazanda, bir məlumat yazanda yadınızda qalsın. Heç bir insan nəsə bir şey danışırsa, nəsə bir şey deyirsə, nəsə bir şeyə fikir bildirirsə, demək ki, o onu az da olsa, 10%, 20% da olsa, onu rast gəlib ki, onu daşıyır. Yəni, şagird də əgər bullying haqqında bir şey yazırsa, deməli, o uşaq ona rast gəlib ki, onu yazır. Ona görə deyilir ki, esse yazdırmaq. Sonra bir də anonim sorğu və ən çox sual neçə illik kitabından anonim sorğu ilə bağlı düşür. Keçən il şəxsən, deməli, bir neçə fəndə görülən sualdır. Anonim sorğu budur ki, baxın, sual düşür ki, bullyinglə bağlı anonim sorğuda hansı suallar yazıla bilər? Anonim sorğu budur ki, bu da sualı verəndə uşaqlarda ad yazılmasını istəmirik. Və yaxud da burada, biz səni axtarırıq, sən bullying etmirsən deyə axtarmırıq. Biz şagirdlərə sual veririk ki, uşaq orada adını yazmır. Nə vaxtsa bullyingə məruz qalmısınızmı? Həm bu sualı veririk, həm də sualı veririk ki, kiməsə bullying etmisinizsə, bunu nəyə görə eləmisiniz? Bu etdiyiniz bullying davamlı olubmu? Məqsəd burada nə idi? Çox incitdiyini düşündünmü? Və yaxud da bullyingə məruz qalmağında səbəb nə oldu? Səncə sən buna layiq idinmi? Bu nə qədər davam elədi? Yəni, anonim sorğu qoyuruq. Şagird artıq o sorğunu dolduranda ki, mən bullyingə məruz qalmışam, səbəb bu idi, mən bu bullying eləmişəm. Müəllim artıq anlayır ki, sinifdə bullying var. Və bullying kurikulumun ən həssas nüanslarından biridir. Kurikulumda ən həssas nüanslardan biri rəqabətdir, əsla olmaz. İkinci, şagirdin səhvi nə olursa olsun, hamının içində danlamaq olmaz. Üçüncü isə sinifdə bullying halı, konflikt halı, söz-söhbət halı varsa, bu artıq bir həyəcan təbili çalmağa bir nişanədir müəllimlər. Olmaz bullying halı, yəni mütləq və mütləq olmaz. Belə, bu da olur bizim bullyingin müəyyən edilməsi yolları. İndi müəllimlər, bullying və effektiv müəllim şagirdi mən sizə dedim. Bir də mən sizə yeni bir sanılan mövzu var müəllimlər. Bununla bağlı demək istəyirəm ki, əzbərçi bununla bağlı sual salına bilər. Ona görə müəllimlər, bu parta düzülüşünə diqqət eləməyiz lazımdır. Parta düzülüşü. Yəni, keçən illərin belə deyim də, yəni yanlış anlamayın. Mən sadəcə bu sizə bir nümunə kimi deyim ki, müəllim sizə bir şey deyirsə, demək burada bir bildiyi var.
Yəni deyəcəyim odur ki, bu da elə həmin müəllimlərdən də var. Keçən illərdə mən olsun axırıncı qrupumuzda müəllimlərə sırf sessiya ilə bağlı sual cavab eləyirdik. Səhərsi gün mənlər imtahana gedirdilər, imtahandan qabaq. Orada nəyi demişdiksə gedib Emin həmin suallar düşürdü. Nəyə bax deyiriksə gedib həmin suallar düşür. Yəni də gəlib deyirdilər ki, müəllim, yəqin ki, sualları deyil siz yazmısınız. Yəni ürəyə danmaqmı deyim, bu sualı hazırlayanda oradakı təlimçilərin gözünlə baxmaqmı deyim. Ona görə müəllimlər sizə asan görsələ bilər, amma bura diqqətlə fikir verirsiniz. Parta düzülüşləri. Ənənəvi parta düzülüşündə fərdi və cütlərlə işə üstünlük verilir. Bu düzülüş şagirdlər arasında əməkdaşlığa yol vermir. Bu düzülüş şagirdlər arasında şagird ünsiyyətini minimuma salır. Bax, sual düşür. Hansı parta düzülüşüdür ki, şagird ünsiyyəti minimaldır? Hansı oldu? Ənənəvi düzülüş. Sonra, bunu deməsəm, yəni peşman olaram. Ona görə bunu demək istəyirəm ki, mütləq nəzəriyyələrlə bağlı, nəzəriyyələr hissəsindən bağlı düşmə ehtimalı olan suallardan da. Sonra, dəyrimi masa. Deyir, şagirdlər bu cür düzüləndə arada güclü zəif anlayışı qalmır. Hamısı eyni səviyyədə olur. Bütün şagirdlər arasında bərabər imkanlar yaranır. Şagirdlər arasında cəlb olunmanı dəstəkləyir. Sual düşə bilər. Uşaqlar elə bir düzlükdə oturublar ki, həmin düzlük cəlb olunmanı dəstəkləyir və bərabər imkanlar sövq olunur. Sizcə burada söhbət nədən gedə bilər? Situasiya kimi sual düşə bilər. Deyirik ki, yəqin ki, müəllim dərsi dəyrim masa ilə düzəldib keçir. Aydındırmı? Dəyrim masada cəlb olunma bir də güclü zəif anlayışı sıfırdır. Effektiv nədir? Müzakirə. Baxın, effektiv müzakirə. Müzakirə ayrı şeydir, əməkdaşlıq ayrı şeydir. Yenə deyirəm, bu dərslərin, bu açar sözlərə diqqətlə fikir verirsiniz. O düzülüşü. Yəni və bunlar düşən sualdır. Düşmüş sualdır ki, keçən sual düşmüşdü. Hansı parta düzülüşüdür ki, həmin parta düzülüşündə müəllimin ən rahat hərəkət elədiyi üsuldur. Hansı düzülüşdür? O düzülüşü. Sonra qrup düzülüşündə şagirdlər arasında qrup işini ən yaxşıdır. Şagirdlər arasında effektiv əməkdaşlıq. Effektiv əməkdaşlıq qrup düzülüşündədir. Effektiv müzakirə dəyrim masa dərsindədir müəllimlər. Aydındırmı sizə bu da? Sonra, yəni bu əzbərçi nüansdır. Bir də müəllimlər, mən sizə burada operin şərtlənmə ilə bağlı və bu mütləq 2023 kimi Qəlezbi, yəni bir sınağın içərisində bu sual düşmüşdü. Operin şərtlənmə ilə bağlı. Operin şərtlənmə budur ki, bunlar deyir ki, şagirdin deyir yaxşı işindən və pis işindən bağlı mütləq deyir şagirdə bir mükafat və yaxud da ki, bir cəza verilməlidir. Və müəllimlər, bir dinlə bura baxmağı istəyəcəm. Mən sizə niyə bunu deyirəm? May ayı olsa, aprel ayı olsa deyirəm ki, hər bir şeyə baxın. Amma indi iyun ayıda imtihana az qalıb. İstəyirəm ki, hamı düşünür ki, nəyə baxaq, nə qalsın. Ona görə ən vacib nüanslar deyirəm. Demək müəllimlər, yadınızda qalsın. Şagird bir şeyi yaxşı eləyirsə, biz bu şagird olmasın, övladımız olsun. Uşaq bir şeyi yaxşı eləyirsə, biz bu uşağı nə etməliyik? Niyə buna cəza verək ki, düzdürmü? Və biz uşağı daha da gücləndirməliyik. Baxın, bununla bağlı sual düşür. Cəzamı gücləndirməmə belə düşür. Müəllimlər, burada şagird yaxşı bir şey eləyirsə, artıq bu şagirdin yaxşı şey eləməyi ilə bağlı bu uşağa güclənmə lazımdır. Və iki cür güclənmə var müəllimlər. Biri var pozitiv güclənmə, biri var negativ güclənmə. Pozitiv güclənmə budur ki, yəni şagirdə biz yaxşı bir iş görüb deyə mükafat veririk. Müəllimlər, güclənmə yenə deyirəm, yaxşı bir işin axırında olur. Həmişə uşaq dərsini oxuyur. Bu günlərin müəllim uşağa dərsin axırında fərqlənmə nişanı verir. Müəllim şagirdə hədiyyə oyuncaq gətirir. Müəllim şagirdin valideyninə zəng verib təşəkkür eləyir. Yəni valideynə müəllim uşağa bir şey verdi. Bir şey veririksə bu, əslində bu bunların günahı da. Bunu dəstə bəzən mənfi və müsbət yazır. Müsbət gücləndirmə yazır. Müsbət nədir? Pozitiv deməkdir də. Uşağa bir şey veririk, yaxşı bir şey üçün. Bu pozitiv gücləndiricidir. Məsəl üçün, yenə deyirəm, uşaq dərsini yaxşı oxuyur, dərsi vaxtında gəlir, hər il əlaçı çıxır, uşağa anası oyuncaq kukla alır. Uşağa müəllim valideyni zəng edib təbrik edir. Uşağa müəllim harasa gəzməyə aparır. Neynədir uşağa? Bir şeyi verdi. Bu pozitiv güclənmədir. Bir də var ki, müəllim uşağın həyatından bir şeyi alır. Amma uşaqdan bunu alınan, bu uşaq üçün hədiyyə sayılır. Məsəl üçün, uşaq hər gün dərsə vaxtında gəlir deyə, yaxud da hər gün dərsi yaxşı oxuyub gəlir deyə, müəllim uşağa deyir ki, sən il boyu hər gün dərsi azlıq gəlmirsən, sabahlarım sən bütün ev tapşırıqlarından azadsan.
Şagirdin həyatından bir şey çıxdı. Amma şagird deyir ki, oley. Yəni uşaq sevinir də, güzlənir. Yəni bu uşağa negativdir. Həyatından bir şey çıxdı. Amma bu uşağa hədiyyə kimi oldu. Aydındır? Negativdir. Çıxmadı həyatından. Amma uşağa bir sürprizdir, bir güzlənməsi üçündür. Amma bir şey çıxmışdı. Və yaxud da hamı gedir iməciliyə. Hər il məktəbin aktiv şagirdi. Həmişə aktiv olduğu üçün müəllim uşağa deyir ki, sabahlarım sən iməciliyə gəlmə. Hamı gəlib iş görəcək, amma sən gəlmə. Şagird getmir. Nə olur? Amma bu onun hədiyyədir. Negativ güzləndiricidir. Hədiyyədən həyatından bir şey çıxdı. Aydındırmı? Müəllimlər, bununla bağlı hər il sualımız düşür. İndi məncə miqdə iştirak edənlər mənim bu fikrimi təsdiqləyər. İkincisi, bir də var cəzalandırma. Cəzalandırma budur ki, şagird bir işi səhv eləyir. O uşağa cəza vermək üçün eləyirik. Yenə veririksə pozitivdir. Amma həyatından bir şey çıxırıqsa negativdir. Məsəl üçün, uşaq kiməsə qarşı bullying eləyir. Müəllim bu uşağa, valideyninə zəng eləyir, uşağa töhmət eləyir. Uşağın həyatında bir şey verildi də, zəng verildi. Amma bu uşağa cəza kimi verildi ki, uşaq qoy öz dərsini alsın. Pozitiv cəzalanmaya aid oldu. Uşaq ev tapşırığını bugün işləməyib deyə. Müəllim hamıya 5-in ev tapşırığı verir. Bu uşağa 10 dənə verir. Uşağa bir şey verildi, amma uşaq deyir, ay Allah, müəllim gör nə qədər mənə tapşırıq verdi. Uşağa müəllim bir şey verdi, amma bu ona cəza kimi verildi. Aydındır? Məsəl üçün, mən müəllimlərə belə deyirəm ki, müəllim dərsə hazır olmayanda ona növbəti gün deyirəm ki, sabah sizə dərs soruşacağam. Əlavə 2 dənə mövzu verirəm ona ki, sən get bunları da oxu. Artıq deyir, ay Allah, nə qədər mövzu verdi müəllim mənə. Ona cəza kimi verildi bu şey, o pozitivdir. Bir də var negativ cəzalandırma. Negativ cəzalandırma isə uşağın həyatında bir şey çıxdı. Məsəl üçün, uşaq dərsi gecikir deyə müəllim uşağa cəza vermək istəyir. Və nə edir? Uşağa deyir ki, sən bu günlərim heç bir tələffüzə çıxmırsan. Uşağın həyatından bir şey alındı, çıxıldı, tələffüz çıxıldı. Negativdir və cəza vermək üçündür. Və yaxud da uşaq çox pis iş görüb deyə müəllim uşağa deyir ki, hamı gedir tədbirə, sən getmirsən. Uşağın həyatından bir şey çıxdı. Oldu da bizdə müəllimlər bu negativ cəzalandırma. Müəllimlər, bununla bağlı mütləq sualımız var. Yəni mən deməyəcəm ki, hə, yeni çıxan nəzəriyyələrdən bağlı sual var, yox. Bununla bağlı mütləq sualımız var. Bullyinglə bağlı mütləq sualımız var. Effektiv müəllim şagirdlə bağlı mütləq sualımız var. Partiya düşünlə bağlı mütləq sualımız var. Bir də müəllimlər. Yeni bir nəzəriyyəmiz var. Keçən illərdə gəlib bu da bizim kurikuluma. Sosial, emosional məqsəd nədir? Kurikulumun aydın məqsədinin nə olduğunu mənə kim yazar bura? Kim deyər ki, aydın məqsəd nədir? Bu aydın məqsəd həmin bu dərsin indi özəyi ilə bağlıdır. Aydın məqsəd nədir müəllimlər kurikulumda? Müəllim qrupumdan olmayan müdavimlər cavab versin ki, görüm aydın məqsədin nə olduğunu bilənimiz varmı? Ən elementar qızıl dairəyə aid sualımızdır. Cavab verən hamısı özümkülərdir. Sizi bilirəm ki, bilirsiniz. 52 nəfər müəllimimiz var. Mən bilməyənlərdən istəyirəm. Ancaq özümüzünkilər. Təhsilin elə Günay müəlliməyə bax, təhsilin təşkilin məzmunu deyir. Müəllimlər, kurikulumda ən önəmli aydın məqsəd sağlam psixologiyada şagird yetişdirməkdir. Xeyr, tərifini istəmirdim Günay xanım. Müəllimlər, kurikulum deyir ki, bizə savadlı insan lazım deyil. Bizim istər Sovet dövründə, istər indi o qədər müəllimlərimiz var, o qədər ziyalılarımız var ki, ziyalı da həkimdir, alimdir. Amma gedib danışırsan, görürsən ki, insanı anlamağı, insan başa düşməyi, insanla ünsiyyəti yoxdur. Yəni müəllimlər, kurikulum deyir ki, bizə bizə savadlı şagird lazım deyil. Bizə sağlam psixologiyada şagird lazımdır. Budur kurikulumda aydın məqsəd. Sağlam psixologiya isə budur ki, şagirdin, insanın, bütün insanlara aiddir. İnsan özünü aparması, insan özünü dərk eləməsi, insan yaxşı ünsiyyət qurması, insanın başqalarına qarşı empatiya qurması, insanın başqa birilərlə ünsiyyət qurması, amma düzgün ünsiyyət qurması. Budur müəllimlər kurikulumda düzgün münasibət. Bu da elə sosial, emosional öyrənmə nəzəriyyəsinə aiddir. Bu dərsin adını harda görsəniz, bilin ki, orada akademik bilik, savad, wunderkid, 700 bal yığmaqdan söhbət getmir. Bu deyir ki, bizə uşaq 300 bal yığsın, amma humanist olsun.
amma mülayim olsun, amma başqalarına ziyan vurmasın, amma empatiyası olsun. Aydındırmı? Müəllimlər, kurikulumda aydın məqsəd budur. Bu da bizdə sosial, emosional öyrənmə öyrədirdi. Sosial emosional öyrənmə deyir ki, hər bir insan birinci özünü dərk eləməlidir. İndi müəllimlər, özündək nədir? Bunu da deyib ki, sonlandırıram. Müəllimlər, özündək bizdə budur ki, insan özünü dərk eləməsi. Məsəl üçün, özüm haqqında məlumatlıyam. İndi sizə sual verirəm. Hamı bir düşünsün ki, əsəbləşdiyi zaman nə edir? İndi hamınız düşünün. İndi bilirəm, biri düşünüb deyir ki, mən mütləq ağlamalıyam. Biri deyir, mən əsəbləşəndə evi təmizləyirəm, başdan ayağa yığıb. Biri deyir ki, mən əsəbləşəndə otururam, tutaq ki, yemək yeyirəm. Biri deyir ki, mən əsəbləşəndə mütləq deyir, nəsə sındırmalıyam. Artıq, məsələn, mən deyirəm ki, mən əsəbləşdiyim zaman mütləq tutaq ki, ağlamalıyam. Mütləq. Bu kim olur? Dərs zamanında olsa belədir. Mən indi sizə bu məlumatı verdim ha, düzdürmü? Mən nə edirəm sizə? Mən nə edirəm? Özümü dərk edirəm. Yəni siz indi düşündünüz ki, mən bunu eləyirəm. Müəllimlər, bu bizim özünü dərkimizdir. Hər bir insan özünü tanımağı. Məsələn, indi sizə sual verirəm. Müəllimlər, bir dənə dərindən düşünün görək. Doğrudanmı siz bu kurikulumu yaxşı oxuyursunuz? Bir dənə düşünün. İndi biri düşünür ki, yox, elə ancaq yanından gedib YouTube-da izahlara baxıram. Bir deyir, yox, elə girirəm dərsə ancaq sual-cavabı dinləyirəm, fərdi dərsdə sual-cavabı dinləyirəm. Yəni, hər bir insan özü haqqında məlumatlı olmağı özündəkdir. Metakognitiv bilik. Məsələn, mən həmişə öz müəllimlərimə deyirəm ki, müəllimlər, mən həmişə dərs zamanı sabirliyəm, sakitəm. Bir dənə deyirəm, mənim əsəbləşdiyim nüans budur ki, bir adam o bir adamın sualına qayındır. Mənə bəzən sual gəlir ki, ay müəllim, 60 nəfər var qrupda. Necə olur ki, onlar sual-cavab zamanı bir-birinə qarışmırlar? Deyirəm, mən əvvəldən deyirəm ki, bir dənə əsəbləşdiyim nüans bir insan o birinin sualına qarışmağıdır. Hər şeyə, səhvmi tutmağa, nə bilim belə, hər şeyə normal qarşılayıram. Bir dənə bir insan o birinin sualına qarışsa, mən buna əsəbləşirəm. Aydındır. Artıq mən bunu deyə bilirəm sizə. Bu mənim özümü dərkimdir. Özündəki nədir? İnsanın özü haqqında məlumat vermək, özü haqqında məlumatlı olmaq. Aydındırmı? Bu özündəki müəllimlər. Keçirəm indi ikinci nüansa. Yenə deyirəm, özündək, özümüz haqqında məlumat verməyimiz. Və yaxud da tutaq ki, bu günlərim sual verirəm ki, məsələn, müəllimlər, bu günlərim düşünün görüm nəyə əsəbləşmisiniz? İndi düşünün görüm nəyə əsəbləşmisiniz? Hamı özündə düşünsün. Biri deyir ki, uşaq mənə əsəbləşdirdi. Birinin beynindən keçir ki, qaynanam onu dedi. Birinin beynindən keçir ki, əşi dərs oxumamışdım, ona görə özümə əsəbləşmişdim. Biri deyir ki, nə bilim, işə getdim, müdir mənə əsəbləşdirdi. Hamı özündə düşünür, düzdürmü? Özümüzün içimizdən gələn bizim nəyimizdir, müəllimlər? Özümüzün dərk eləməyimizdir. Özümüz haqqında məlumatlığımız, özünün dərkdir. Bax, bu çoxunun qarşıladığı nüansı deyə, mən həmişə bununla bağlı uzun danışıram. Özün dərk, özümüzü bilməyimizdir. Özümüzü dərk edirik. Bir də var ki, özünü idarə etmə. Mən inteqrasiya dərsindən bağlı da bunu demişəm. Bu dərsdən bağlı da bunu deyirəm. Özünü idarə etmə mərhələsini tapmağa, müəllimlər cümlədə bizə kurikulumla bağlı deyirəm indi. Zamanlara fikir vermək lazımdır. Məsəl üçün, bir var ki, deyirəm ki, mən bir müəllim başqa bir müəllim sualına qarışsa, o zaman elə əsəbləşirəm ki, o müəllimi dərsdən çıxardıram, uzaqlaşdırıram ki, gözüm onu görməsin. Bu mənim nəyimdir, özümü dərkimdir. Elə mən sizə bu məlumat kimi deyirəm, 50 nəfər mən bunu deyirəm. Onsuz da buna hamı bələddir. Bu mənim özüm dərkimdir. Bir də var ki, indi mən dərs soruşuram tutaq ki, müəllimin birindən. Bu zaman müəllimin biri gəldi, ondan sonra cavab verdi. Pah! Aytəkin müəllimə başladı. Siz uşaqsınızmı? Siz müəllimsiniz? Niyə belə eləyirsiniz? Axı mən demişdim. İndiki anda artıq mən o müəllim, digər müəllimin sualına qarışdığı zaman özümü ala bilmirəm. Özümü dayaya bilmirəm. Başlayıram əsəbləşməyə. Bax, bu anda baş verən hansı oldu? Özümü idarə etmək. Oradan baxan müəllimlər də deyir ki, bu müəllimə bax, kurikulum müəllimidir. Çünki cəmaata psixologiya keçir. Amma özünü idarə edə bilmir. Aydındır, deyirsiniz ki, Aytəkin müəllimə, sizin özünüzü idarə etməyə ehtiyacınız var. Yəni, deyin görüm, bullyingin növlərindən, ya da yox, deyin görüm, deyirəm, sual-cavaba qoşulmaq istəyənlər qaldırsın. Yenə deyirəm, ən əsəbləşdiyim nüans bir insanın başqa birinin sualına qoşulmağıdır. Həriyə bir-iki dənə sual verəcəm, ya da bir-iki müəllimə sual verəcəm. Gəlin biraz sual-cavab eləyək, müəllimlər. Fərqli. İndi də qoşulan müəllimlərlə bağlı. Kim sual-cavab eləmək istəyər müəllimlər? Xəyali müəllimə gəlirsinizmi? Allah ver. Xəyala Allah verdi. Biraz bullying, biraz effektiv müəllim, bir də situasiya ilə bağlı suallar verəcəm. İmtahanımıza da az qalıb. Yaxşı, Əzidə xanım, siz gəlin. Əzizə müəllimə.
Səsim gəlir də. Onda Əzizə xanım gəlmirsə, Nübar müəllimə gəlsin. Aça bilmirsiniz səsi. Mən bağlamışam bax. Açaq səsimizi müəllimlər. Elə Əzizə xanım siz gəlin onda. Allahım ya Rəbbim. Əzizə müəllimə. Hə. Əzizə xanım indi görün olacaqmı? Açın səsi zəhmət olmasa baxın. Bəli, eşidirəm. Düzəltdik. İndi gəlir. Əla, mən bağlamışdım. Çünki çox adam girib çıxanda exo verir. Artıq onu tədbir olaraq əvvəlcədən bağlamışam. Başladıq Əzizə müəllimə. Belə bir sual verirəm. Diqqətli olun. Bilirsiniz ki, elementar bir sual verməyi sevmirəm də. İçərisində bir neçə nüans olacaq. Deyirəm ki, qulaq asın indi mənə. Bayaq elə dediyim suala aiddir onsuz da. Deyirəm ki, şagird dəcəlliyinə görə, qulaq asın. Qəşəng sualdır. Şagird dəcəlliyinə görə sinif rəhbəri tərəfindən A sinifindən çıxardılır və B sinifinə salınır. Bu şagird B sinifinə getdiyi zaman bir də verirəm müəllimə sualı. Deyirəm, şagird dəcəlliyinə görə A sinifindən çıxarılır, B sinifinə salınır. Və şagird B sinifinə getdiyi zaman digər şagirdlər bu şagirdlə ünsiyyət qurmurlar, şagirdi aralarına almırlar. Bu da həmin şagirddə məktəbə getmək istəyinin, yenə deyində, istəyini azaldır. Bu şagirdlə bağlı həmin o sinif rəhbəri hansı addım ata bilər və bu situasiyanla bağlı nələr yanlışdır? Və bu da əvvəldən nə yanlışlara yol verilib? Nəyi deyə bilərsiniz Əzizə müəllimə? Birincisi, sinifin dəyişdirilməyi yanlışdır. Dəcəl də olsa həmin sinifdə qalmalı idi. Uşaq dəcəlliyini aradan qaldırmaq lazımdır. Yəni bunu cəza olaraq veriblər. Amma yəni uşaqda daha mənfi effektə səbəb olub. Həm onun üçün, həm də ki, yəni sinif yoldaşlarının ayrılması bir tərəfdən, ikinci tərəfdən də sosial bullyingə məruz qalır. Bu ikinci bir tərəfdən. İkincisi, əgər onu ora öyrəşdirmək istəyirlərsə, o zaman buzqıran strategiyalarından istifadə eləməlidirlər ki, uşaq ora yavaş-yavaş alışsın. Müəllimləri tərəfindən, əsasən sinif rəhbəri tərəfindən ki, uşaq ora öyrəşməyə çalışsın. Aha, yaxşı. Düzgündür. Düzdür Əzizə müəllimə. Çox sağ olun. Həmçinin də ki, demək bu şagirdlə qarşı dəstəkləyici mühit pozulub. Yəni əvvəldən. Və bu sinif rəhbəri həmin şagirdlərlə nə etməli idi? Düz demişsiniz, amma tam ətraflı mən deyirəm. Deməli bu məktəbin sinif rəhbəri nə etməli idi? Həmin şagirddən öz sinifində olan şagirdləri, bu uşaq gəlməmişdən qabaq, onlarla bir danışmalı idi ki, yeni şagird gələcək, kimliyindən asılı olmayaraq onu qəbul etməliyik, onunla ünsiyyət qurmalıyıq. O da bizim kimi bir şagirddir. Biz də onu, belə deyim də, uzaqlaşdırsaq, biz də onunla pis davransaq, axır daha da pis ola bilər. Müəllim bunu o uşaqlara bildirməlidir. Həmçinin yeni gələn şagirddə də o uşaq daxil dəcəlliyi varsa, artıq çıxarılıbsa bu sinifdən, düzdür, yanlış bir haldır. Amma bəlkə də daha bir ciddi hallar baş verib deyə çıxarılıbsa da, biz o şagirdə mütləq yenə psixoloq qəbulundan bir yerdə görüşməliyik ki, o şagirdə digər sinifdə də eyni hallar baş verilməsin. Çünki müəllimə elə bir cavab götürməliyik ki, həm də biz öz təhsilimizi səhv çıxartmayaq da. Aydındır. Biz deyək ki, hə bu səhv olubsa, şey var ki, bu uşaq əgər bir sinifdən digər sinifə gəlibsə, onun gəldiyi sinif artıq onu tanıyır. Onun necə olduğunu bilir. Bəlkə də özləri qəbul etmək istəmir. Ona görə də ona sosial bullying məcbur edirlər. Bəli, mən də ona görə dedim ki, müəllim o şagird gəlməmişdən həmin o uşaqları yığıb deməlidir ki, kimliyindən asılı olmayaraq, buranı bildirdim, biz o şagirdi qəbul eləməliyik. Aydındır? Yaxşı. Əzizə müəllimə çox sağ olun. Minnətdaram sizə. Hüsniyə müəllimə siz gəlin görüm. Hüsniyə xanım salam. Səs açın. Salam müəllimə. Səs aça bilmirdim. Bildim. Mən düzəltdim, bildim. Hüsniyə xanım, belə bir sual verirəm. Deyirəm ki, sinifdə qulaq asın, yenə situasiyaya uyğun sual verəcəm. Deyirəm ki, dərs zamanı mövzu tutaq ki, kimya dərsi və tarazlıq dərsi idi. Bu bütün bir çox şagirdlərin zəif qavradığı mövzudur. Və tutaq ki, 50 adlı şagird bu dərsi yaxşı qavrayır və yaxşı danışır müəllimə və müəllim bu şagirdi tutaq ki, o birilərin nümunə kimi göstərir ki, görürsünüzmü, Əli bu dərsi anlayıb, siz anlamamısınız. Və müəllim şagirdin gündəliyinə tutaq ki, 5 yazır. Bu da digər bir-iki şagirdin pisinə gəlir. Onlar əlinin sumkasından gündəliyini götürürlər və onun gündəliyindən 5 aldığı vərəqi cırırlar.
Bu situasiya ilə bağlı nələr demək olar? Burada müəllimin bir səhvi var ki, rəqabət hissi yaradıbdır. Uşaqlarda paxıllıq hissi, tiraj hissi oyana bilər. Yəni bullyingə bir növ müəllim səbəb edir. Hansı bullying növü var burada? Məqsədli bullying var da, qarşılarına məqsəd qoyub kitab dəftər götürürlər. Bir məqsədli, bir də hansı? Təmas var, artıq cırdı da, bunun təması var. Bəli, onun əşyalarına toxunurlar. Nə var? Toxunmadı, cırdı artıq, fiziki həm də. Fiziki bəli də, yəni bəli. Mən bilirəm, siz onu bilirsiniz, mən bilirsiniz, amma indi burada maşallah 50 nəfər müəllimimiz var da qalan. Onlar üçün dedim ki, həm fiziki bullying var, həm məqsədli bullying var və burada müəllim şagirdlər arasında bərabər imkanları pozmuşdu. Bilirsiniz ki, uşağa rəy verəndə emosiya yönəlik vermək olmazdı. Uşaqları bir-birinə nümunə kimi göstərmək olmazdı. Müəllim özü yanlışa yol verdi. Müəllim özü buna sövq açdı, yol açdı, düzdürmü? Belə. Aycun xanım, siz də gəlin bir dənə də sual sizə verim. Hamısı da öz müəllimlərimiz, hər üçü də. Fərqli bir müəlliməmiz əl qaldırmadı. Axşamız xeyir, Aycun müəllimə başladıq. Aycun müəllimə belə bir sual verirəm sizə. Deyirəm ki, ilk valideyn iclasında övladının mənfi cəhətləri vurğulandığı üçün tutaq ki, valideyn bundan sonra valideyn iclaslarına getməkdən boyun qaçırdır. Bunu görən müəllim, sinif rəhbəri necə bu valideyni cəlb edə bilər valideyn iclaslarına? Demək, müəllimə, şagirdin ancaq səhv mənfi cəhətlərini demək, əlbəttə ki, valideyni uzaqlaşdıracaq. Buna görə də o şagirdin müsbət cəhətlərini də deməlidir. Yəni onu necə deyim? İndi mütəmadi zənglər vuraraq şagirdin, demək müəllimlər, mütəmadi zəng vuraraq indi həmin hadisə baş verdi də artıq. Ay, sağ ol. Və şagirdin, onun evladının başqa müsbət cəhətlərini də vurğulamalıdır ki, valideyn də həvəslənsin və valideyn iclasında iştirak etsin. Ay, sağ ol, düzgündür. Deyin, görün mənə, reaktiv və proaktiv müəllim nə olmuşdu Aycun müəllimə? Deməli, reaktiv müəllimin planı yoxdur. Qarşısına çıxan hər